Bugün mübarək Rəcəb ayının birinci günüdür. Bu günlər münasibəti ilə hər birinizi təbrik edirəm. Allah bu ayın feyzindən, bərəkətindən, rəhmətindən bizi binəsib eləməsin inşallah. Çox mübarək bir aya daxil olmuşuq. Hədisdə var, Allah buyurur hədisi qudsidə ki, Rəcəb ayı mənim göydən yerə düşən ipimdir. Kim bu ipdən yapışsa mənim vüsalıma qovuşar. İnsan bu ayda çox istiğfar eləsin deyirlər. İstiğfar həmin o rəhməti özünə çəkir, özünə cəlb eləyir. Bu zikri çox deyin, küçədə gedərkən, hər hansı bir işlə məşğul olarkən, əstəğfirullah və əsəluhut tavbə. İlahə, səndən bağışlanmaq istəyirəm və səndən mənə tərəf dönməyi istəyirəm. İstiğfardır, əstəğfirullah və əsəluhut tavbə. Başqa zikir var, əstəğfirullah zəl cəlali vəl ikram min cəmi'iz zunubi vəl asam.